Bir də. Biraz gülmək lazım. Heyran olma, Şama. xı qurban olma, Şama. xı Şama. xı ay Şama. xı. Bəli, əziz tamaşaçılar, mahnıdan da başa düşdüyünüz kimi bugün UFC 320 Ankalaev vs Alex Poatan Pereira. Şama Pereira. Şama Pereira. Exactly. Döyüşü haqqında Geniş məlumat verməyə çalışacağıq. Tək bu döyüş haqqında yox, main kartda çoxlu maraqlı döyüşlər var. Təbii ki, preliminary kartda da var, amma vaxtımız və həvəsimiz olmadığı üçün çox detallara girmək istəmirik. Deməli, main kartda kimlər var? Qısaca adlarını çəkək, sonra bir-bir müzakirə eləyək. main cardın açılış döyüşü middleweight'də olacaq. Əbu Süfyan Magomedovla Joe Pyfer arasında. Ondan sonra featherweight'də Josh Emmett, Yusuf Zalal hər ikisi İlya Topuria'ya məğlub olmuşdular. Bəli. Ondan sonra light heavyweight'də hər birimizin sevilmisi Yuri Prochaska, Khalil Rountree, hər birimizi sevən Khalil Rountree ilə Bakıya gəlmiş və ağız dolusu Bakıdan danışmış Khalil Rountree ilə döyüşəcək. Sonrasında bantamweight'də bizim deməli kəmər döyüşümüz var. Merab The Machine Dvalishvili, onun isə rəqibi kim olacaq? Nəhayət ki, Corey Sandhagen. Corey Sandhagen. Corey Sandhagen. Detallarını danışarıq və ən sonda da bugün açıqlamasını verdiyimiz Light Şamaxı mahnının həsr olunduğu Braziliyanın qəbilələrin fəxri Şama Poatan Alex Pereira'nın döyüş haqqında qısa məlumat verəcəyik. Bəli. Döyüşə çox az qalıb. İndi bu videonu bilmirik. Tamaşaçılar yəqin ki günün sonunda izləyərlər də, düzdür, bir neçə saat sonra. Yəni bu bir neçə saat sonra yox. Yəni video yəqin ki 6-cı gün axşama yüklənər, amma biz Wednesday-dən biz qoyandan bir neçə saat sonra, təbii ki. Ancaq özümüz bunu bu dəfə fikirləşdik ki, belə qoyaq ki, döyüşdən əvvəl həm fikir formalaşsın, həm də səhər durub baxanda artıq tamaşaçılar bilsin ki, nəyə baxırlar. Bilməyən tamaşaçılar təbii ki, bilənlər də var. Çoxdan da verişimiz çəkmirdik. Səbəbi də nədir? Çünki maraqlı döyüş yox idi. UFC, rəqəmli UFC-lər çox olmamışdı, səhv eləmirəmsə. Artıq oktyabrda 2 dənəsi olmalıdır. Sentyabr ayı üçün ümumiyyətlə rəqəmli pay-per-view deyə biləcəyimiz UFC heç biri təşkil olunmamışdı. Amma oktyabr ayı inşallah gəlir, necə gəlir? Bəli, oktyabr, noyabr, qırğın. Bəli. Qırğın. Keçək döyüşlərə. Birinci iki döyüş haqqında məncə qısaca danışa bilərik. Çox qısa, hətta 0 qədər qısa danışa bilərik. Ona görə keçək ikinci döyüşdən başlayaq. İkidə kim dalaşır? Deməli, ikidə dalaşacaq İlya Topuria'nın köhnə rəqibləri Josh Emmettlə Yusuf Zalal. Bəli. Yusuf Zalal haqqında mən çox məlumatlı deyiləm, ona görə burada istəyirəm topu sənə atam, amma Josh Emmett haqqında deyəcəyim bir iki kəlmə var. Yusuf Zalal ümumiyyətlə bu döyüşdə favoritdir. Əgər tamaşaçılarımız bizə sponsorluq etməyən hər hansı iki şirkətin birinin saytına girib baxsalar, görəcəklər ki, Yusuf Zalal burada favoritdir. Amma o şirkətlər də adlarını çəkilməni istəyirlərsə, bizlə kontakta keçə bilərlər. Mütləq şəkildə kommentdə yazsınlar, biz özümüz kontakta keçərik. Bəli. Yusuf Zalal demək, belə bir maraqlı bilgi var. İlya Topuria'nın UFC-də 2 dənə hakim qərarına gedən döyüşü var. Biri Josh Emmett'ləndir, biri də Yusuf Zalal'la. Josh Emmett'lə döyüşü nə idi amma? Bəli. Yusuf Zalal'la döyüşündə isə belə bir şey var. Səhv eləmirəmsə həmin döyüş idi ki, Yusuf ilk raundda qalib gəldi və yoxsa 3-cü raund. Raundların birini Yusuf Topuria'dan aldı. Topuria'nın deməli Emmett'i axı bütün raundlarda uddu. Amma Yusuf'a bir raundda məğlub oldu və 2 raundda qalib gəldi. Yusuf haqqında mən onu deyə bilərəm ki, Yusuf məncə biraz dark horse deyirlər. Azərbaycan dilində qaranlıq at deyimi var. Azərbaycan dilində belə bir deyim var. Bir növ Koroğlu'nun atı kimi. Bəli. Bəli. Ay yaşa. Bircə gün dözə bilmədi. Həmin atlar. Amma qəhrəmandır. Bəli. Yəni ki, qaranlıq at dür at, səhv eləmirəmsə qara rəngdə idi. Səhv eləmirəmsə o idi qara rəngdə olan. Deməli, həmin o dür at kimi bir atdır. Heç kəs ondan bir şey gözləmir. Amma döyüşlərinə baxanda görürük ki, Yusuf Zalal əslində çox complete bir fighterdır. Çox complete deyəndə nə qədər Yusuf Zalal səviyyəsində nə qədər complete olursa, o qədər complete bir fighterdır. Çox yaxşı güləşi var. Yəni öz divisionuna görə yaxşı bir səviyyədə güləşi var. Amma strikingdə bir balaca problemləri var. Onsuz da İlya ilə də elə yüngülvari çətinlik çəkmişdi. Yes. Belə Yusuf Zalal haqqında çox geniş bilgi məndə. Josh Emmett'lə bağlı mən bir iki kəlmə demək istəyirəm. Bu yaxınlarda qabağıma çıxdı. Josh Emmett UFC featherweight əfsanəsi demək istəyirəm, səhv eləmirəmsə.
TJ Dillashaw featherweight idi. Yo, TJ Dillashaw bantamweight. Bantamweight əfsanəsi TJ ilə məşq eləyir. TJ onun koçuna çevrilib. Onlar bilmirəm podkastları var, bəlkə baxmamısan. Jackson Media. Baxmısan. Rampage Jackson'ın olduğu podkast. Yes. TJ də ordadır da. Okay. Onlar TJ belə el arasında hörmətli oğlan kimi tanındığı üçün və həqiqətən də elə o bantamweight-in bir qollarından da biridir əslində. Əlbəttə. TJ-in yaxşı qalibiyyətləri var, yaxşı rəqiblər üzərində. Nəysə orada məşq eləyir. Josh Emmett yəni kifayət qədər yaxşı döyüşçüdür. Elə düzdür, biraz title döyüşdə biraz yox, əməli başda məğlub oldu İlyaya. 5 raundun məncə 5-də də məğlub oldu, səhv eləmirəmsə yox. Yes, main night-da uduzdu. Amma kifayət qədər yaxşı döyüşçüdür, yaxşı boksu var. Güləşi məncə çox yoxdur. Var əslində, amma heç işlətmir. Yəni normalda background odur, güləşə də bilir. Sadəcə mənə biraz o yaşdan da elə gəlir. Josh Emmett'in yaşı var. Ona görə biraz o işə baxmır. Yusifin də bu dəqiqə baxaq Yusifin yaşına. Yusifin 29 yaşı var. Yusif məğlub olandan sonra onsuz Topuriyadan sonra 2 döyüşdə məğlub olub UFC-də, elə indi baxıram. Ondan sonra bir dənə də draw eləyib, sonra UFC-dən çıxardıblar. Nə danışır? Valla 3 dəfə gedib Sparta Combat adlı bir Combat League adlı bir organizationda 3 dənə qələbə, sonra UFC-yə gəlib indi də 4 dənə UFC-də qələbə seriyası. Son 7 döyüş bəli. Kimlə dalaşır bundan əvvəl? Mərifətli tanıdığımız adamlardan orada var bir dənə. Tanıdığımız yəni biz əlbəttə ki hamısını tanıyırıq, amma tamaşaçılarımızın tanıdığı. Bəli. Tamaşaçılarımız üçün desək Zabit Məqməd Şəripovun da zamanında məğlub etdiyi Kelvin Kattarla dalaşıb. Ən son döyüşü Kelvin Kattara qarşı decision qələbə. Yes. Kelvin Kattar idi də ən yaxşı boxing o da öyle idi. Until Max Holloway came. Yes. Nə başımız ağrıdaq? Belə bir döyüş. Yes. Bu döyüşün əhəmiyyəti varmı? Division üçün yəqin ki var. Yəqin ki var. 145-də dalaşırlar, düzdürmü? Yes. 145-də əhəmiyyəti var. Çünki 145-də indi kim var? Çempion var Alex Volkanovski. Yes. O böyük ehtimal dalaşacaq. Adı nə idi qardaşın? Spinning elbow atan. Yair Rodriguez'dən. Şeydən, Leron Murphy. Leron Murphy. Sonra orada var Diego Lopez, o gün bir möhtəşəm qələbə qazandı. Yes. Orada var bizim Merab'ın dostu, qardaşı, canı ciyəri Aljamain Sterling var. Yes. Yəni bu döyüş hələ ki bir şey ifadə eləmir, nə mənada? Yəqin ki Yusif üçün nəsə ifadə eləyər, çünki cavandır və yavaş-yavaş climb eləmək istəyir də, rəqəmlərdə qalxmaq istəyir, amma yəni bu döyüşün nəticəsi olaraq kimsə bir title fight üçün dalaşmayacaq. Amma mən belə onu main karta qoyublarsa demək ki orada bir necə deyirlər, barn burner deyirlər, banger bir fight olacağını gözləyirlər demək ki. Çünki elə Josh Emmett biraz elə dalaşır aslında. Yes. Hər şeyi orada qoyur gedir də və. Yes. Buyur. Yəqin Yusifdə də elə bir potensial görüblər. Yusifin indi baxıram, deməli son döyüşü decision Kelvin Kattarda. Ondan əvvəlki 4 döyüşün hamısı submissiondan tamamlanıb. 4 knockout-u, 9 submissionu, 4 dənə də decisionu var. Amma son, yəni ki çalan döyüş finishdir də. Axırıncı elə bil decisiondan bir əvvələ qayıdırsan 6 dənəsi finishdir. Yəni belə bir beklənti var, gözlənti var yəqin ki. Və yes, eyni fikirləşirəm ki, yəqin ki Yusif üçün nəsə bir məna ifadə edir. Yəqin ki, yəni bundan sonra bir yaxşı rəqib verərlər ona, əgər Yusif udarsa. Elə ikisi də udarsa bir elə Aljamain özü olar ya kimsə olar. Aljamain verməzlər, Aljamain yəqin ki nə vaxtsa məncə title üçün dalaşmalıdır. Çünki aşağıda yaxşı çempion idi də Aljamain. Yes. Burada da kim uddu axırıncı dəfə? Brian Ortega. Brian Ortega'nı da. Aljamain bura gələndən onsuz da bir dənə Movsara uduzub, yəni başqa məğlubiyyəti yoxdur. Çünki çox maraqlıdır da Ortega'nı. Baxırdıq da döyüşə bir yerdə baxırdıq elə. Amma qələbə iz qələbədir. Yes. Belə uğurlar arzulayırıq hər ikisinə, inşallah oyun çaparsın. Keçən növbəti döyüşümüzə. Burada bir dənə prediction'ımızı da eləyək, yoxsa tamaşaçılar bizdən gözləyir ki, prediction eləyək ki, adını çəkmədiyimiz saytlara girsinlər orada. Deməli, burada mənim bir tələbəm. Bəli. Bu haqda demişdi ki, Josh Emmett udacaq. Buradan o tələbəmə salam göndərirəm. Ad çəkməsəydə salam göndərir. Yes, adını çəkməsəydə salam göndəririk. Amma mən tələbəmlə eyni fikirdə deyiləm. Tələbə Josh Emmett deyir. Tələbə Josh Emmett deyir. Məncə Josh Emmett'in yaşı çoxdur, o mənada bir şey olmayasıdır. Ona görə mən Yusif Zalaldan
ya submission və yaxud da ki decisiondan qələbə gözləyirəm. Knockout Josh Emmett'in knockout olmağını çox gözləmirəm. Biraz qəliz məsələ. Yes, amma yəni ikisindən biri ilə qələbə gözləyirəm Yusif Saladan. Xeyirlisi. Qismət. Keçək o birinə. Keçək növbəti döyüşə. Keçək. O biri döyüşə baxmamıza ehtiyac yoxdur bilirik. Yuri Prochaska ilə Khalid Roundtree. Çox vacib bir döyüşdür. Və burada bir maraqlı faktı mən qeyd etmək istəyirəm. Tamaşaçılarımız yəqin ki bilir, sən dəqiq bilirsən ki bir Alex Pereira olmaq bu gecədə necə də gözəl bir hissdir. Yes. Gəlirsən, zaldasan, nə deyirlər ona, changing roomdasan, əlcəyi taxırsan və sən döydüyün 2 dənə uşaq nəyinsə üstündə dalaşır. Yes. Yəni əslində belə bir moment əvvəldə olmuşdu Pereira üçün. Jamal Hill'lə Yuri Prochaska. Yes. O da orada bir belə mim fason bir video düzəltmişlər ki, uşaqlar dalaşmayın, bəs. Remenin çıxardırdı falan. Mim də öyle idi. Həqiqətən o gün oradaydı. Hə, oradaydı da, amma yəni zarafat yana bir. Yes. Alex ümumiyyətlə bu zarafat yana videolarda çox qəşəng videolar çəkirlər. Yes. Çox sadə və hamının relate edə biləcəyi bir şeylər çəkirlər. Hə, indi bu döyüş çox əhəmiyyətlidir. Çünki bu divisionda bu çəkidə artıq neçə illərdir bu eyni adamlar fırlanırlar. Biraz lightweight'in bir neçə illər qabaqki vəziyyətinə, elə yaxın illərdəki vəziyyəti ilə eyni bir şeydir. Yerini artıq 2 dəfə title üçün dalaşıb da, yəni. 3 dəfə, 4 dəfə. Yox, bir dəfə title udub şeydən. Teixeira'dan. Teixeira'dan sonra defend eləyə bilmədi, zədələndi. 2 dəfə dalaşdı, uduzdu ikisində. İkisində Pereira'ya uduzdu dalbadal. Bəli. Hə. Amma eləcə də Khalid Roundtree axırıncı Bakıda Jamal Hill'lə dalaşdı. Yaxşı da udmuşdu məncə. Yəni yaxşı decisionla udmuşdu udmağını, amma yəni dominate eləmişdi səhv eləmirəmsə. İndi o da nə deyəsiz? Nədən danışırdıq biz? Yox, bir nəyisə qeyd elədik. Bunların ikisində Pereira ilə döyüşdüyünü qeyd elədik. Yəni ki, bu divisionda çox başqa adam yoxdur da. Ankalaev var, bu var. Yəni buradan kim qələbə qazansa çox böyük ehtimal ki title fight'a çıxacaq yəni bundan sonra. Amma bu yaxında o gün kim oldu? Onu deyəsiz. Ulberg hələ qalar məncə. Ulbergə bir dənə də döyüş verərlər. Ulberg amma 3 nömrə idi də, bu döyüşdən əvvəl 3 idi. Onu da uddu. İndi udduğu adam onsuz da 3-dən geridədir, söhbət onda yox, amma yəni buradan da öz baş sağlığımızı çatdırmaq istəyirik kimə qardaşımıza. John Johnson məğlub edən yeganə döyüşçü. Nədən danışırıq biz? John Johnson qardaşı rəhmətə getdi. Yox, o heç də Allah rəhmət eləsin. Hə, məğlub edən Matt Hamill. Yox, John Johnson məğlub edən amma döyüşü ona verilməyən kimdir? Hə, Dominic Reyes'in elə bilirdik ki, title rana təzədən başlayır, amma deyir sən saydıq, o sayı gör Ulberg nə sayır. Yes, düzdür. John Johnson məğlub edən yeganə döyüşçüdür. Onun da bir karyerasının nə deyirlər ona? Nəyini oxumaq deyirlər dinlə? Fatihəsini oxumaq olar məncə. Yes. O da belə getdi. Hə, indi bu uşaqlar inşallah öz aralarında dalaşsınlar. Qələbə qazanan böyük ehtimal ya Ulberglə interim title. Belə bir şey də ola bilər, sizə deyim. Əgər Ankalaev uduzsa, indi buna gələrik birazdan. Ankalaev uduzsa, mənə elə gəlir ki, Pereira bu çəkidə qalmayacaq, regardless of, yəni bu döyüşün nəticəsindən asılı olmayaraq. Tutaq ki, Ankalaev uduzsa, o kəməri qoyub gedəcək heavyweight-ə. Burada Ulberglə bu döyüşün qalibi misal üçün dalaşa bilər. Misal üçün. Və yaxud da Ankalaev dedi, işıqlar oynadı, hə? Və yaxud da Ankalaev udsa, mənə gəlir bunların ikisindən bir. Ulberg hələ indi göyərib də, yox? Yes. Bu uşaqlar özdə yaşlıdırlar, yeri yaşlıdır məncə. Onların bir suyunu çıxartmaq olar bir dəfədə. O qədər, yox, məncə onlar heç biri o qədər yaşlı deyil, xüsusən də o çəki üçün. Yəni onlar belə 36 yaşı. İkisini də bilmirəm da fakt kimi, amma çəki üçün düz deyirsən. Hə, oralarda olar, yəni gedər. Baxaq elə belə maraq üçün. Yeri hətta 32 yaşı var. Yeri çox cavan imiş demək çempionluğunda. Xəlilin isə 35 yaşı var. Hə. Amma ki, yes, mən də razıyam ki, yəni Pereira bu çəkidə qalmaz istənilən halda. Yəni uduzsa Pereira nəyə qalsın da bu çəkidə? Demək alınmır da, bu Ankalaevdən alınmır. Bəli. Qalib gəlsə də ki, Pereira'nın bu çəkidə eləməyə bir şey qalmadı. Qalmayıb, hamısını udub da yəni. Elə bir dənə əsas rəqib Ankalaevdə, onu da udsa... Hə, qutardı da işi gücü yəni. Ulberg'i sıxmaq olar ki, dalaşsın, o da dayandı indi yəni. Ya Ulberg onun üçün önəmli döyüş olmaz. Məncə qalib gəlsə o sıxar ki, nə bilim... Geçsin, Aspinall'la dalaşsın. White House-da gedim Aspinall'la dalaşayım, nə bilim, belə şeylərə də artıq. Hə, amma bu döyüşün özünə qaydası olsaq,
Bəli. Bu döyüş də əslində biraz bayaqki o Yusuf Zalal və Josh Emmett döyüşü ilə bir oxşarlıq təşkil eləyir. O mənada ki, burada da onlar necə hər ikisi deməli İlyaya decisionla məğlub olmuşdularsa, bunların da hər ikisi Alexə nokautla məğlub olurlar, bəli. O mənada oxşarlıq təşkil edir. Biraz döyüşün içinə gələndə mənə biraz indi belə bir şey var da ki, Proxaskanın döyüşlərini çox analiz eləmək olmur da. Proxaska yəni çox Bəli, davam edək. 12 dəqiqə problemimiz yoxdur? Yox. Ümumiyyətcə yoxdur? Yox. Əla. Deməli, xeyirli olsun. Proxaskanın döyüşlərini biraz analiz eləmək çətindir, çünki niyə görə? Proxaska çox həmişə xaotik bir şəkildə döyüşür, axı bilmirik nə edir, nə varacaq. 5 raundluq döyüş deyil də, 3 raundluq. 3 raundluq döyüşdür. Bu döyüşdə indi 1-2 dənə tamaşaçılarımıza statistik məlumat verək ki, Proxaska və Xəlil demək olar ki, hər ikisi eyni sayda zərbə atırlar. 1 dəqiqəlik göstəriciyə görə Proxaska 1 dəqiqədə 5.66, Xəlil isə 5.42 zərbə atır ortalama. Ortalama. Ortalama, bəli. Onsuz da kimi yoxlayacaq ki bunu. Amma biləlim ki, 5 neçə idisə. Oralardadır. Təbii. Amma Xəlilin indi burada əsas fərq harda gəlir? Xəlilin yediyi zərbələr 3.24-dür. Əgən 3. Bildim. Amma Proxaskan yediyi zərbələr 5.28. Yəni demək olar ki, vurduğu qədər də yeyir. Bəli. O da Proxaskanın olmayan müdafiə sistemindən irəli gəlir də, zərbələri başı ilə blokladığı üçün yəqin ki, onlar blok sayılmır statistikada. Ona görə belə olur. Xəlilin də əli ağırdır. Xəlilin də əli ağırdır. İndi Proxaskanın burada bir uzunluq, reach avantajı olacaq. Əllərinin uzunluğu, məsafəsi çox böyükdür. Qanat açıqlığı deyirlər də buna. Onlar çox böyükdür. Proxaskada bu təşkil eləyir 1.90. Xəlildə isə ondan daha aşağıdır. 1.87.21 idi. Elə bir şey idi, hə. Ya 72 idi, ya o ikisi çox yaxındır deyə yadımdan 27 deyə 72 idi. Ya belə idi, ya belə. Amma yəni sözümüzün canı odur ki, Proxaskanın reach avantajı var. Bəli. Ağıl disadvantajı var biraz. Ağılda da disadvantajı var. Ona görə bu çox yaxşı matchupdır. Xəlilin eksplosiv, o patlamacı üstünə gələn zərbələrinə qarşı Proxaska necə müdafiə olunacaq? Başı ilə. Başımla bərabərdir. Yəni mən elə ki, Xəlildə Proxaskanı məğlub eləməyə lazım olan hər şey var. Bəli. Nədir bu hər şey? Çox texniki döyüşmək. Bəli. Yəni Proxaska ilə biraz heyvərə kimi döyüşəndə yaxşı olmur axırı. Yes. Amma çünki o özü çox xaotikdir. Raketlərə dalaşır da, deyəsən, onun qazanmasına avlatdır. Amma çox yaxşı texniki döyüşdə Proxaska çünki işıq effektlərini görürsən də. İşıq bunu da artırmışıq. 12 dəqiqəni artırdıq, işığı düzəltdik, mikrofonu artırdıq. Day biz bu saytlar həmin adını çəkmədiyimiz üçün nə etməliyik ki, bunlar bizi görsün? Deməli, hər dəfə tamaşaçılara yanlış prediction veririk ki, o saytlara qazandıraq. Biz də nə edək? Deməli, burada Xəlilin işi nədir? Xəlil özü Muay Thai-dan gəlir. Bəli. İllərlə də Taylandda gedir gəlir. Taylandı yaman xoşlayır. Gəlib öyrənir. Muay Thai-na görə. Yes. Muay Thai-na hamımız Muay Thai-na görə sevirik Taylandı. Və buradan gəlib gələndən sonra Xəlilin ümumiyyətcə technical qəşəng strikerdir da Xəlilin deyə oradan belə danışırsan. Ona görə Xəlil içəri girməyə biraz məcbur olacaq. Bu da Xəlilin dezavantajıdır amma. Yəni ki, Xəlilin üstünlüyü ondadır ki, onda Proxaskanı yenməyə lazım olan texnika var. Amma biraz da dezavantajı odur ki, bu texnikanı düzdür, Xəlil onsuz da boyu balaca olduğu üçün həmişə içəri girmək üzərinə istifadə edir. Amma burada məncə o sürətli içəri girmək anlarından başqa şansı olmayacaq. Yəni uzaqdan cəb, straight belə şeylərlə o boyun eyni dölsə Proxaska ilə alınmır da bu. Onu Pereira eləyə bilər. Məsələn, eyni reachə sahib olurlar və belə. Proxaska nə edəcək? Allah bilir. Allah bilir. Proxaska da bilmir yəni. Yes. Belə mən də razıyam açığı. Xəlil və yeriyə yaxınlaşmaq da məncə çox ciddi bir problem deyil də, sözün açığı. Biraz belə özümü belə tutub yaxınlaşa bilərsən kimi gəlir mənə. Təbii ki, easier said than done. Yes. Amma Xəlilin həm də leg kicklərlə işləyir. Muay Thai-dır da, baxma. Leg kicklər vura bilər. Çünki onun stendi də çox wide stendi var.
qabaq o deyirlər ki, o standını dəyişir özü də deyəsən ortodoksla southpaw arasında dəyişir. Yəni ayağı nə qədər aralı qoymusansa, biraz çəki baxımından da daha agility-ni biraz itirirsən də, cəldliyi itirirsən. Düzdür, yaxın qoyanda risk ayağı darta bilərsən. Footwork da çətinləşər də. Footwork çətinləşir də, bəli. Çünki artıq o center of mass dəyişir, nə bilim nə. Ona görə leg kicklər işləyər. Leg kicklər iri Poatanla döyüşdə də işləyirdi də, məncə vururdu. Poatan da vururdu. Clean striker olmağı da ona çox kömək eləyəcək məncə. Çünki o belə xaotik 1-2 dəfə çıxıb 30 durar kimi gəlmə və bu döyüşün çox belə dəlixana olacağını fikirləşirəm açığı. 3 raund çəkməz kimi gəlir mənə. Və elə özləri də deyirlər ki, biz ikimiz də belə çox döyüşürük dəli kimi. Ona görə elə bu döyüşün burada olmağının başqa bir səbəbi də əslində Yirinin bu qədər xaotik döyüşməyi və s. Və maraqlıdır da tamaşaçılar, biz misal üçün sabah $70 nəyə veririk? Ay sağ ol. Ona görə veririk də. Pay-per-view veririk. Sponsorlardan almadığımız $70 bura niyə xərcləyirik? Fight of the Night potensialı məncə ən çox bu döyüşlərdə. Çox. Bu elə bil ki, o UFC-yə, ümumiyyətlə MMA-yə fanat gətirə bilən bir döyüşdür. Yəni çox belə texniki tərəfindən maraqlanmayan, sadəcə döyüş, qan, kimsə qırılsın, dağılsın, belə bir şeylər görmək istəyən adi vətəndaş, sıravi vətəndaşlar üçün bunu təhqir olaraq demirəm, aşağılamaq mənasında deyirəm. Güləş görmək istəmirəm, amma Muay Thai adlı bir idman növünün olduğundan çıxsınlar, bir-birinə qoysunlar. Belə bir döyüş gözləyirəm. Və düzdür, Xəlil belə texniki ola bilər, amma mənə elə gəlir ki, Yiridə elə bir vibe var ki, adamı o xaotik dünyaya salır elə bir. Çünki sən ondan çox texniki də ola bilmirsən. O həm də yaxşı döyüşçüdür axı. Çox texniki də elə bir oldu. Düzdür, Poatan onun axırıncı döyüşdə çox pis vəziyyətə saldı. Amma yəni məsələn Rakic özü pis döyüşçü deyildi ki. Yox. Adi elə Dominic Reyes olsun, yəni nə bilim, başqa kimlə dalaşıb bu yaxında? Teixeira'dan aldı kəməri məsələn. Yəni xaotik dalaşsa da Jamal Hill'i nokaut elədi yəni. Jamal Hill'i nokaut elədi. Yəni xaotik olsa da texniki də cəhətdən də yaxşıdır. Ona görə bir qırğın gözləyirik. Çox həvəslə. Elə bu kartın bəlkə ən yaxşı döyüşlərindən biri ola bilər. Vadim Nemkovu məğlub edən 2 nəfərdən biridir. Hal-hazırda Bellator yoxdur, amma vaxtı ikən Bellatorun light heavyweight ringidə Yemelyanenko'nun tələbəsidir. O ki qaldı desən ki, bəs o yenə deyirəm, adını çəkmədiyimiz şirkətlərdə uşaqlar gedib ev-eşiyi satıb belə şeylər eləməsinlər. Amma ora gələndə mən bu döyüşün nəticəsindən daha çox, kimin udacağından daha çox o barədə bir söz demək istəmirəm. Çünki hər şey ola bilər. Bu döyüşün sadəcə 3 raund çəkməyəcəyini, əgər əlimdə 5-dən 3-dən olsaydı, elə bir şey yazardım. Amma belə bir statistika da var ümumiyyətlə. Deməli, baxın, dəqiq bilmirəm neçə dənə döyüşü var Proxaskanın. Ya 35-36 belə bir sayda döyüşü var. Hər şey üçün də baxmayaq da. Bəli. 35-36 döyüşü var. Cəmi bir dənəsi decision-a gedib. Proxaskan. Məğlub olduğu bütün döyüşlər finişdir. 4 ya 5 məğlubiyyət olmalıdır. 5 olmalıdır. Hamısı finişdir, yəni bitirilib. Qalib gəldiyi döyüşlərin də hamısında bitirib. Bir dənə decision qələbəsi var, qalan hamısında bitirib. O kimə qarşıdır? Yadında deyil? Yalan deyərəm. Yalan demə. O UFC-də olduğunu da düşünmürəm o döyüşün. Yəni ki, belə kəmər döyüşünü də son 30 saniyədə falan özü finish elədi, Teixeira'nı boğdu atdı. Nə döyüş idi, amma nə belə diz atırdı. Və uduzurdu yəni. O getməz, hakim qərarına getsə məğlub olası idi yəni. Onun skor kartında Teixeira'nın bir səhvindən getdi işte. 40 neçə yaşında çempion olmuşdu. 42 yaşında, ya 41 ya 42 yaşında çempion oldu. Bir il sonra da itirdi də, bir neçə ay sonra, bir il sonra. Amma halal olsun. What a guy. Belə, keçək bu döyüşü. Keçməz, bir də mən döyüşün gedişatı, mən prediction eləmək istəyirəm. Döyüşün gedişatı haqqında danışım, sonra da mən elə gəlir ki, döyüş eyni fikirdəyəm ki, 3 raund davam eləməyəcək. Məncə, bu döyüşdə bir finish olacaq. Finishdə necə olar? Ya, əgər bu finish submission'dan olsa, bitiriş. Burada mən submission'ı ancaq Proxaskadan gözləyirəm. Xəlildən hər hansı bir submission gözləmirəm. Yox, əgər, ona görə tamaşaçılarımız Xəlil submission yaza bilərlər. Amma əgər olsa ki, knockoutla olanda burada 2 şeydən biri olacaq məncə.
ya o nokaut eləyəcək, ya Xəlil sürətli, eksplosiv girəndə elə bir dənə suzdurub nokaut eləyəcək. Nokaut deyəndə tikəyə o nokaut nəsə belə. Özü girəndə nokaut olacaq yoxsa eləyəcək? Eləyəcək. Ya da olacaq. Yəni ki, elə bir anda olacaq. İndi əlbəttə ki, nokaut da eləyəcək, ya o eləyəcək, ya bu. Söhbət ondan getmir. Təbii. Yəni deməyim odur ki, o sürətli giriş anında, Xəlil hücum anında ya nokaut eləyəcək, ya da Xəlilin hücumuna cavab verəcək. Proxaskadan bir counter attack gələcək. Burada prosto prediction eləyəsi olsam, mənə elə gəlir ki, Proxaska counter attack nokautla qalib gələcək Xəlilə. Onu da ona görə fikirləşirəm ki, bu demək nə idi? Pereira ilə döyüşdə də elə idi ki, yəni birinci döyüş məsələn Pereira çox çətinlik çəkdi ondan. Düz deyən nokaut oldu. Amma nokaut elədi. Amma ikinci döyüş çox rahat şəkildə qalib gəldi. Hətta birinci raundda nokaut eləyə bilərdi prosto. Hə, belə vaxtı olsa bitirmişdi. 10 saniyə lazım idi. Ay yaşa. Hə, yəni ona görə biraz belədir ki, bu qəribə bir döyüşçüdür Yiri. Amma Yiri ilə ikinci dəfə döyüşəndə o xaotiklikdəki patterni başa düşmək olur. Yəni Pereira kimi adam ən azından başa düşə bilir. Xəlil də elə adamdır məncə. Orada deyil məsələ. Sadəcə birinci dəfə döyüşür axı. Bəli, bəli. Hə, ona görə məncə birinci dəfə çox qəribə gələr ondan. Hə, birinci dəfədir, qəribə gəlir. Pereira kimi sakit döyüşmək şansı yoxdur məsafə məsələsinə görə. Məcburdur ki, içəri girsin. İçəri girib ya məğlub eləyəcək, ya olacaq. Məncə olacaq hissəsi alınacaq orada. Yəni Xəlil içəri girib counter attack-lə uzacaq. Belə. Xeylisi bunlara da uğurlar arzulayırıq və sağ olsunlar ki, bizə belə bir döyüş verirlər. Deynəyə də buradan təşəkkürlərimizi çatdırırıq. Yes. Və hamı da çəkisini yeri gəlmişkən kifayət qədər düzəldi. Bir də Mərabda problem oldu. İndi elə Mərabın döyüşünü keçəcək. Getdi, bir də gəldi. Hə, mən baxmadım heç ora. Təmiz, sən də mənim bağışda hər şeyi çıxartdılar ki, biraz qramın söhbəti gedirdi. Düzəldi amma. O şeyin içinə saldılar belə. Oraya ki, görsənməsin də, Mərabda da baxma. Yes. The Georgian Bulls. I have Georgian Bulls. Baxdın ha? Gələk indi gecənin ikinci döyüşünə, amma kəmər döyüşünə. Və çox maraqlı bir faktı da əslində qeyd eləmək istəyirəm ki, burada indi bilmirəm sən də razılaşarsan, razılaşmazsan. Bu döyüş kəmər döyüşüdür, amma niyə Mərabın döyüşü co-main eventdir, main event deyil misal üçün? Düzdür, burada razılaşmaq bir şey yoxdur, sualdır bu. Aha. Bu arada mənə elə gəlir ki, Mərabınki main olmalı idi. Əgər söhbət maraqdan gedirsə, nə qədər adam baxacaqdan gedirsə, bunu əlbəttə ölçmək yolumuz yoxdur, amma məncə Məraba daha çox adam hype'dır, nəinki Pereira'ya. Normalda Pereira idi, amma Pereira o məğlubiyyətdən sonra da biraz itirdi də, yəni cəmaatı. Belə bir çox o yazılmamış qanun kimi gəlir mənə ki. Çox cılız səslənsə də belə bir statistikaya baxmaq istəyirəm, elə səndən danışa. Hansının Instagramda daha çox? Hansının Instagramda daha çox follower var? Alex Pereira'ya baxıram 7 milyon. İndi bir də baxıram Merab demək indi. Çünki burada Merabla odur da əsas. Yes. Merab 2 milyon. Demək ki var imiş. Demək ki ciddi bir fərq var imiş. Biz bəlkə də Merabı indi bizim zonan adamıdır. Coğrafiya məsələsi də var. Ona görə ola bilər biz fikirləşirik ki, məşhurdur, amma orada əslində dünən idi, bugün səhər idi, Şeyla da qulaq asırdım. Deyir ki, belə bir o türklər demiş, mineniya var. Yuxarı çəkin, eşitdin o söhbəti? Yox, ümumiyyətlə var elə bir şey. Hə, ki, yuxarı, amma yuxarı söhbət deyil, o məşhurluq söhbətidir məncə buradakı. Conor dalaşanda heç yuxarı çəki söhbəti olmur yəni. Hə, ona görə Alex demək ki, Alex məncə Amerikada, Mərab Amerikada məncə çox məşhur deyil, Alex qədər. Alex çünki çox əfsanə bir şey yarandı da, çox qısa vaxtda belə. Həm də o çəkisi filan da ona kömək eləyir. İsrail ona kömək elədi. Elə bir şey var. Rəqib olaraq da. Yox, var prosto mənə gəlir ki, Alex onu itirib, yəni. İtirib də demək ki. Yox, cəmaət indi follow-dan çıxır kimi yox. Hə, yox, orada məncə bunlar qərar verəndə çox belə data analysis edib baxırlar da, yəni ki, qardaş bu hansı nədir? Açır, baxır Mərabın qoyduğu YouTube videosuna, Poatanın qoyduğuna deyir ki, qardaş bunu istəyirlər də, yəni. Yəqin ki, hə. Poatan danışmır, eləmir deyə mənə biraz qəribə gəlirdi. Yəni elə orası maraqlı. Bacarmağı da. Mərab kimi danışmaqdansa bəlkə Poatan kimi danışmamaq ola bilər. O mysterious qalır da, qəşəng əslində, yaxşı bir. Məncə onun rəngisi danışmamağın səbəbi də odur. Yes. Ki o they understand the game. Onlar deyir ki, belə zordur da, sənin mistik olmağın daha zordur. Və onun elədiyi hərəkətlər var ha. O özü o rolu oynayır məncə çox. İndi elə o döyüşə gələrik. Bir dənə Mərabı danışaq. Mərabla Corin əridək, ona gələrik.
Gəldik Mərabla Corey, co-main eventimizə. Corey Sandhagen çoxdan da bu döyüşü istəyir. Yes. Çoxdan da bu döyüş deyəndə, yəni title üçün dalaşmaq istəyir, amma indi qismət oldu. Umara uduzmuşdu. Ona görə mən açıq Corey'nin, yəni sadəcə olaraq Merab hamını udub deyə Corey mən də yoxsa ki, yəni amma nə bilim, Corey özü yaxşı oğlan da açığı. Döyüşü də pis deyil. Döyüşü də pis deyil. Özü deyir ki, yəni hazıram deyir. Deyirsə olar, söz onda da elə. Amma ki, Corey'nin ümumiyyətcə belə bir... Deyib güləşəcəm özdə. Hə, o olmaz. Eşitdin ona? Hə, orada mən açığı Corey'dən bir takedown girməyini gözləyirəm. Bir dənə yoxlamağını falan. Ki, Meraba göstərsin ki, bu da ola bilər. Amma sındırmaz Meraba. Amma hə, yəni Merab da məncə bilir ki, o bir dənə yoxlayacaq. Yəni onlar bilinir məncə. Hə, amma Corey'də belə birincisi, hə, mən fikirləşirəm ki, Corey belə bir şey deserve eləmir, burada olmağı deserve eləmir. Eləməyinin də tək səbəbi odur ki, yəni prosto Merab adam qoymayıb çəkidə ona görə. Umar da ki, deyir, yo, mən dalaşmıram, istəmirəm, yorğunam, küstüm falan. Hə, Umar bir özünə gəlməlidir deyə Baltista döyüşünü veriblər ona. Amma belə, yəni Corey'də belə bir şey var da, yəni yaxşı döyüşçüdür falan. Amma bəzi bayaq elə Rakisin adını çəkdiyi, bəzi döyüşçülərdə olur ki, onlarda ən top levelda çatmır. Belə bir adamlar olur. Ki, məsələn, Rakit, baxırsan ki, hamını udub, ən yuxarıda kimlər varsa, çempionlar var, nə bilim, onların hamısına uduzub həmişə. İndi bunda da onun ki, məsələn, buna baxıram, Umara uduzub, başqa udduq Rob Font, Marlon Vera, Song Yadong yaxşı döyüşçülərdir hamısı. Bunlarla qələbə, Petr Yan məğlubiyyət, Dilaşa məğlubiyyət. Belə son döyüşlərini oxudum. Petr Yana məğlub olub? Hə, yəni son döyüşlərin hamısı decisionla. Bax, son 6 döyüşünə yəni nəzər saldıq, 7 döyüşünə hətta. Orada önəmli kim varsa uduzub, yaxşı kim varsa udub. Önəmli bir dənə Figueiredo uddu, amma Figueiredo da əvvəlki Figueiredo deyil, çəkisini qaldırıb, əvvəl o biri aşağı olub. Elə 5 dənə oxuyan uşaqda, amma fitri istedad deyil. Ay yaşa, hə. Amma Corey'nin belə bir şey də var. Corey çox özünün bir iddiası var da, deyir mən ən yaxşı martial artist olacam, o full mənada ifadə eləmək istəyir onu. Ki, onun da yolunda əslində irəliləyir. Yəni Corey məsəl üçün striking based bir adamdır. O Dillaşaya məğlub olandan sonra ki, orada yəni güləşinin olmadığı üçün məğlub oldu da, getdi, 1-2 il dalaşmadı, qayıtdı, biz güləşən bir Corey gördük. Yəni belə həmişə üstünə qoyan uşaqdır, hə. Amma o indi üstünə qoymaq Merabla nə qədər bəs eləyəcək, eləməyəcək, onu da bilmirik də. Bəli. Gələk döyüşün gələ bilərik məncə, yox? Döyüşün predictionlarına gələ bilərik. Yəni, elə danışdıq əslində, predictionda demiş olduq. Yəni, maraq üçün Corey'nin çempion olmağı maraqlı olar. Sadəcə belə o deyirləri X-izənə olsun. Yəni, belə baxanda necə olsun ki, amma. Sən elə bir UFC oynayırsan, Merab'ı götürmüsən, güləşə bilirsən də, amma. Mən də Corey, mənim yolum nədir ki, səni knockout eləyə bilərəm. Corey'də çox elə knockout power da yoxdur. Düzdür? Volume strikerdir də Corey. Corey volume striker. Çoxlu move eləsin, belə deyirləri, jab and run. One shot KO-su yoxdur. One shot KO-su yoxdur. Ancaq decision'dan, məsələn, stoykada dalaşsalar, decision'dan udar. Yes, definitely. Decision'dan udar, amma o takedownlara qarşı işıq effektlərinə görə də işıqçı dostumuz Xəyala təşəkkür eləmək istəyirik. Buradan salam verir. Ona görə yəni udmağa çox yolu yoxdur. Yəni ki, Merab da ki, niyə onunla ayaqüstü dalaşsın ki, elə bir şey. Merab da deyib, amma eləməyəcək. Deyir ki, knockout eləyəcəm, amma dayan da Merab. İndi Corey'nin mən udmağa tək yox, Corey'nin bir dənə elə qələbəsi olmalıdır. Frank Edgar'la elə bir qələbə. Hə, flying knee ilə. Amma ki, yəni o flying knee ilə takedown-a... Frank Edgar'ın da vaxtı 47 yaşı var idi. Hə, də yəni elə bir şeydir. Ya 47 idi, ya 58, ikisindən biri. Elə bir şeydir. Amma yəni o klassik şeylər var da ki, takedown eləyəndə diz atırlar, takedown eləyəndə nə bilim uppercut atırlar. Var o, bəli, elə knockoutlar da var. Amma o neçə dənə takedown o şəkildə knockout edilib. Və bizim Corey'nin ağlına gəlibsə, Merab'ın da ağlına gəlmiş olar o. Yəni ola bilər o, yenə olar yəni. Amma yəni 1000-də 1 olar da. 1000-də 1 düşər indiyə ona sözümüz yoxdur. Amma yəni məncə udsa ancaq o cür. Yəni o gəldiyi ana bir dənə zərbə və yaxud da ki diz.
başqa cür, yəni o momentalni də o şeyin O'Malley'nin Sterling utduğu şəkil var. Belə gəldiyi anda uppercut. Ya onun xaricində hər hansı bir şəkildə udmağı mənim ağlıma gəlmir də Corey. Fikirləşə bilmirəm. Amma belə bir şey indi deyək də, əgər bu takedownları defend eləyə bilsə, udar yəni. Yes, o əlbəttə ki də, yəni hə. Takedown ayaq üstə udar çünki volume striker dedik də ona. Bəli, bəli. Əslində ona şans verirəm mən. Yəni bu döyüşü mən nə bilim 70-30 görürəm belə bir şey. Ya amma takedown defend eləyə bilsən, sən də Xəbibi udarsan. Amma yəni o bilsə o çox böyük. Bildim, indi bilsə deyəndə Corey məhəllədə dalaşan uşaqdır axı. Yo, heç. Məsəl üçün şey defend eləyirdi də takedownları az çox. Jose Aldo hamısını elədi məsələn. Kimin? Merab'ın? Hə, Merab 16 dənə takedown cəhdin hamısını elədi. Məsələn Umar özü də əvvəllər eləyirdi. Piotr Yan özü çox qəşəng. Əvvəl bax o da Merab haqqında unutduğumuz bir şeydir. Amma Corey də yaxşıdır, şey baxımından, kardiyo baxımından. Hə, amma 5 indi buyur danış. Hə, ona görə yəni əslində deyirik ki, Corey-ni buradan silməyək bu döyüşdə. No, elə bir Corey-ni şey. silməyək. 70-30 dedim, hələ özüm danışa biri onu 69-31 elədim yəni ağlımda. Yes. Neçə faiz dəyişdi? 1% deyən tamaşaçılarımız hamısı səhv dedi. Çünki o 70-dən bir düşüb. Amma burada mən açığı mənim fikrim burada biraz 90-ın 10-a falan da, yəni elə deyir məndə. Bet eləyək tamaşaçıların qarşısında. Bet eləyək, amma nəyə bet ikimiz də Merab'ı deyiriksə, Merab'ı demirəm, mən 30-a deyirsən. Corey. Ya o maraq üçün demiş olursan da, o eyni. Maraq üçün demirəm. I believe Corey can do it. Maraq üçün eləmirik hansısa. Hə, okey. Nə deyirsən? Bunda bizim thumbnailimiz olar. Yes. Mən deyirəm ki, bunu yaxşı çəkək. Merab Dvalishvili Bir saniyə belə dayanaq, onu çəkər. yəni Corey Sandhagen, Sandman biraz o mənada şansı var, hə, bir-iki dənə. Decision Corey deyirəm mən. Məncə bu ən olmayan şeydir bu arada. Ən aşağı ehtimal bəli ola bilər. MMA-dir bu. Mən də yenə olmayan bir şey deyim ki, even olaq. Still daha çox ola bilər amma. TKO Merab. Yox, elə onu demirəm də ona görə. Submission Merab 4, round 4. Round 4. Yes. Nədən mərzə girdik? Koladan, hə? Koladan. Şahaqda girirdik. Reklam eləməyəydi amma yenə reklam elədi axı. Kola. Hə. Onu taparıq. Mərzin predmetini taparıq. Bəli. Amma mənə elə gəlir, bu Corey-nin yaxşı staminası var, ondan razıyam. Mənə elə gəlir ki, məsələn, Umarın da yaxşı staminası var. O deyil məsələ. Merab'ın döyüş şəkli də adamı yorur. Birincisi belə bir şey var ki, yaxşı stamina ilə Merab'ın staminası eyni şey deyil. Belə bir fərq var. Merab çünki 5-ci raundu da 1 kimi döyüşür. Yaxşı stamina odur ki, 5-lə nə bilim cəmaatın 3-ü eyni olsun da. Bu yəni bunda başqa. İkincisi isə Merab'ın döyüş şəkli xüsusən yorucu rəqib üçün. O indi biz keçən spiral elədik bir yerdə yüngül süpürləşdiyi rol elədik, gördün də ki, yerdə döyüşmək adamı nə qədər yorur. Staminasını çürüdür adamın. İndi fikirləş ki, Merab'da elədi ki, indi bizim şeydə mən sənin üstündə nə qədər yora bilərəm ki sən, amma eyni çəki adamı elə bil sənin çəkindəki adam həmişə səni aşağıya pressure eləyir, baskılayır. Və yıxılır yerdən durmalısan, Yəni ki, çox baskı eləmir, prosta yıxır durmalısan. Hə də durmalısan. Baskı da yəni o şey baskısı var elə. Üstündə olmağın diafraqmaya verdiyi bir baskı var yəni. Yox, yəni çox üstünə çıxmır da Merab'ın demək istəyir. Yox, onu çıxmır, düzdür, razıyam. Yəni o məsələn strikingdən qat-qat daha çox yoran bir stamina şeydir də o. Yəni wrestling o mənada daha çox yorur. Ona görə mən bilmirəm Corey-nin elə yaxşı staminası varmı. Mənə elə gəlir ki, döyüş son raundlara getsə yenə Umardan bənzər bir şey görəcəyik. 5-ci raundda Corey-nin yenə ləhləyib Merab'ın gözləyirəm qaqaş. Belə bir şey görəcəyik məncə. Məncə kifayət qədər danışdıq. Bəli, kifayətdən də artıq danışdıq. Keçək gecənin ən maraqlı deməyək, amma ən son döyüşünə gözlənirəm. Ən çox gözlənilən döyüş. Ən çox da niyə gözləyirik? Gözləyirik ki, məncə hamı bunu gözləyir ki, Pereira bunu nakavt eləsin. Yes. Yəni bunu gözləyirik. Buradan Dağıstanlı dostlarımızdan da üzr istəməsək də bu vəziyyətə görə. Amma o demək deyil ki, biz Ankalaev istəmirik. Sadəcə bu bir şoudursa, bu bir şoudur. Sən davam elə, mən bir nəzarət edəm.
Bu bir şoudursa, məncə elə UFC-nin də daha çox marağına olar ki, Pereira qalib gəlsin də. Bu aydın məsələdir ki, yəni Pereiranı satmaq çox daha rahatdır Ankalaevi satmaqdan. Bunu elə satmaq deyəndə indi tamaşaçılarımız pis başa düşməsinlər. Yes, yəni Pereiranın döyüşlərini satmaq daha rahatdır nəinki Ankalaevi döyüşləri. Bəli, çünki Showman çıxır orada ox atır, yay tutur, nə bilim nə edir. Yes. Bəli. İndi ona görə bu döyüşü bir Hero'nun comeback kimi görmək istəyir hamı. Elə intervyularda sonra nə deyirsiniz ona? Post night, post fight, nə? Pre-fight. Orada yığılmışlar. Press konferansda Şama hamımız qışqırırdıq. Elə evdə mən özüm də açığı. Yes. İndi ona görə gözləyirik ki, bəs Şama öz sözünü desin də, yəni. Evet. Ən azından birinci döyüşdən daha çox şey eləsin. Öz sözünü desin. Elə öz sözünü desin. Yəni knockout eləsin, eləməsin də olar, amma heç olmasa nəsə desin. Amma dalaşsın da, belə pis çıxmasın. Yes. Birinci döyüşdə çünki indi sonradan bəhanələr zətlər eşitdik. İndi bəhanə də deyir, bəlkə də düzdür bilmirik. Yes. Amma hamının problemi olur da bizə tamaşası kimi bizə çox maraqlıdır. Yəni bunu deyəndə mən o 85% tamaşasını nəzərdə tuturam. Yes. O 15 nəfər hardcore-ları nəzərdə tutmuram. Yes. Ki yəni qardaş sənin knockout olaraq bilmişik biz. Sənin də Instagramda follow eləmişik. 7 milyondan biri mənəm. Yes. Deliver elə də qardaş. Demirsən knockout eləyirəm. Ox attın, hara attın oxanı? Heç ox atır ki amma. Ox atmadı. Ankalaevə heç atmadı belə. Heç ox atmadı. Yes. Bir dənə atdığı ox girməmişdən əvvəl idi, oktagona girməmişdi. Ay. Oxla da dayandı. Yəni mən açığı burada biraz düzün desəm Ankalaevi olmaq istəyirəm. Niyə görə istəyirəm? Prosto bu Division'ın gələcəyi naminə də biraz istəyirəm. Yəni çünki mənə həqiqətən maraqlıdır. Ankalaev Proxaska döyüşü, nə bilim Ankalaev nəsə də, yəni digər Ulberg döyüşü, Xəlil falan. Onlar daha maraqlıdır. Nəinki Pereira'nın olar. Birincisi Pereira'larla onsuz da döyüşüb ona görə. İkincisi Pereira'nın artıq yaşı çoxdur və böyük ehtimalla döyüşməyəcək onlarla ona görə. Yəni və döyüşüb də nəyə döyüşsün, nə də? Yəni Ankalaev bu mənada udmağını daha çox istəyirəm açığı. Çünki onunla Division'ın davam etməyi mənə daha maraqlı gəlir. Amma udsa yenə də onunla davam edə bilərik. Udsa davam edə. Bir şey dəyişməz yəni. Poatan udsun, getsin. Heavyweight-ə getsin. Yenə burada davam edəyək də. Ankalaevi verməyəcəklər amma Poatan udsa məncə. Kimə verməyəcəklər? Yəni Poatan udsa kəmər və qeyd olunsa, verərlər. O kəmər uğrunda Ulberglə bu Xəlil nə bilim nəyin qalibi döyüşər. Yox, şey olmaz. Number 1 contender də necə ki? Və çempion olub da number 1 contenderin başını bıraq. Yes. Onların içində heç çempion olanı yoxdur. Okey, Yuri var idi. Yuriyə dalbadal verdilər də 2 dəfə. Amma yəni məncə UFC baxımından demək istəyirsən. Ola bilər ha. Yəni nəyinə? O tip döyüşçüləri UFC biraz da haqlı olaraq, yəni biznes tərəfdən baxanda haqlı olaraq mümkün qədər gec kəmərə çıxar. UFC-nin məncə gözünə durub ki, bunun 32 yaşı var. Bu 6 il bu zannet eləyəcək bütün döyüş. İndi İslama da baxma, İslam deyir, gülür, mırtdaşır. İslam döyüşü də maraqlıdır. Döyüşü də maraqlıdır, özü də maraqlıdır. Xəbiblə də hangout edir, oradan da maraqlıdır, amma biraz Ankalaevdə o zəifdir də, heç nə danışmır. Nə o Şama, bir dənə maraqlı sözü, nə o Şamadır o da. O da o gün bir mim görürəm, deyir ki, Şama let's go deməkdir də deyəsən. Eşitmisən o söhbəti? Şama let's go deməkdir, bu da deyir ki, no Şama guys, let's go. You know what I mean? Yes. Nəysə, bu xırda detallı bəzi tamaşaçılarımız üçün qeyd elədik. Yes. Əslində bayaq məsələn bir şey səhv dedim, indi fikirləşirəm. Belə bir məsələ var məncə. Döyüşü çox maraqlı eləmək lazım deyil. Yəni cəmaət oradakı karakterə hype olub baxır. Bəli. Yəni məsələn bəzi indi döyüşçülər var da, tutaq ki, Movsar məsələn heç strike eləmir. Güləşdəki bir dənə Sterlinglə maraqlı idi da, orada belə scramble getdi. Digərlərində heç güləşi də maraqlı eləmir də Movsar. O tip adamları qoyuram qırağa. Onun xaricində onsuz da heç kim maraqsız döyüşmür. Yəni kimisə otuzdurub baxsan ki, bax qardaş belə bir idman növü var, otur bax. Onsuz da o maraqlıdır yəni. Yəni orada
xarakter maraqlı olmalıdır ki cəmaət otursun baxsın. Yəni Ankalayevdə düzdür Pereira qədər elə hamı nokaut edir, söhbət ona elə bir şey eləmir. Amma Ankalayevdə maraqsız döyüşən bir adam deyil əslində, yəni sırf döyüşlərdən oturur. Kutalaba ilə döyüşdən bax maraqsız deyil. Bəli. Bir dənə Rakitlə maraqsızdır, orada da Rakit döyüşmədi deyəmən. Volker'la döyüşdən bax maraqsız deyil. Şeylə Blachowic'lə heç olan döyüş maraqsız deyil. Kifayət qədər strike eləyir, kifayət qədər rəqibin üstünə gedir. Lazım olanda güləşir. Demək olar ki, heç vaxt güləşmir Ankalaev əslində. Ehtiyac varsa girir güləşə. Yəni boring bir fighter deyil yəni. Boring fighter deyə bir şey yoxdur məncə. O çox azdır yəni. Belaldır, nə bilim, bayaq ki, Movsarda falan. Onun xaricində yəni elə bir şey çox yoxdur onsda. Sadəcə olaraq Ankalaev özü maraqsızdır deyə insan kimi. Heç kim xəbəri yoxdur ki, bu maraqlı danaşı. Bəli, bəlkə də maraqlıdır, üzə çıxartmır. Hə, ya əlbəttə ki, hə. Tamaşaçı üçün maraqsız deyə nə deyək. Yəni ona görə cəmaət heç onun döyüşünə baxmır ki, bilsin də ki, bu nə deyil də yəni. Həqiqətən də. Hə, ona görə yəni burada günah tam olaraq Ankalaevdədir. Döyüş stilində də deyil yəni. Bir günah fərd Ankalaevdə deyir, günah onun böyüdüyü mühitdədirmi, valideynlədirmi? Ankalaev neynəsin? Hə, nədirsə. Nə də onu göstərir də, o da ki, heç nə deyil. Yes. Rahat deyir, o rahat deyil, o rahatçılığı yoxdur ki, bir çıxıram, cəmaatın qabağına çıxmışam, dey gül də, neyniyəsən, yəni. Elə başqa bir şey ehtiyac yoxdur axı, bir dənə rahat olmağa. O da düz deyil, hamıya qismət olan şey deyil. Amma rahat olsa, İslam misal üçün əvvəllər awkward bir qaqaş idi də. Sonra ağzını açdı, dedi, güldü. Yarısı mənasız şey oldu, yarısı gülməli oldu hamının sevimlisi. Bu normal insandır da, yəni arada bir ağzına gələni danışır, arada bir yaxşı sözdür. Brother, we have to check that one, please. Yes. Misal üçün oldu bir meme. Send him to Dagestan 2-3 years oldu meme. Və people actually do it. İslamı sevdiyi də belə. Düzdür? Yes. Buna da yəni kifayət qədər mikrofon şansı da verilir, hər şey deyil. Bir orada personal, şəxsi problemləri var da bir. Ola bilər ki, heç sosial insan deyil. Bəli, sevmir. Deyək ki, mən bu Emelianenko da ağzını açmırdı da çox. Amma Emelianenko'nun olan xarizması bunda yoxdur. Niyəsə, amma bilmirəm. Emelianenko'da da biraz elə şey, Şama xarizması da. Stone Cold. Bir də Emelianenko çox hərəkətli döyüşür axı. Orada yəni bir dənə rili qabağa çıxsa oturub hamısına baxırsan da, o yəni çox. Buradan da Emelianenko'ya salam göndər. Allah rəhmət eləsin Emelianenko'ya buradan. Getdi? Yox da ölüyə də rəhmət. Diriyə də bəli. John Jones'un qardaşı getdi də, onu dedik. Ona həqiqətən Allah rəhmət eləsin. 39 yaşında heç nədən gedib deyirlər. Necə yəni heç nədən? Elə oxudum. Ki, heç nədən getdi. 39 yaşında da yəni. Yes, nə yaşı var idi ki? Yəni bir qəzaya düşməyib, nə bilim, o futbolçudur da deyəsən, yox, Amerikanski futbol. İki dənə qardaş, ikisi də futbolçudur, yox. İndi John Jones deyir, bu dəqiqə vəziyyət odur. Yes. Ücə deyir, Aspinal'la dalaşması olmadı. Aspinal'la dalaşması olmadı. Amma Sililqanı gətirin, stil dalaşması. Bəli. Yəni, indi bu döyüş haqqında biz ümumiyyətlə çox danışmışıq sən. Həqiqətən çox danışmışıq. Döyüş haqqında çox danışmışıq. Bir dəfə hətta bu şeyə tərəf gedir deyə, bu Crescent Mall-a tərəf gəzirdik. Orada bir yarım saat söhbət elədik bu döyüş haqqında. Heyf ki, kameralar həmin vaxtı çəkmirdi. Yes. Bəli, döyüşün gərək bir... Gərək. Analizinə mi deyək? Analizindən danışdıq daha çox. Final prediction-a gəlsə elə 47-50 dəqiqədə artıq gedir podkastımız. Məncə yaxşıdır, yavaş-yavaş yekunlaşdırmaq da olar. Deməli, birbaşa predikt eləmir. Yəni necə gedəcək, nə olacaq? Bu döyüş, yəni mən bir Alex tərəfdarı olaraq, bir fanatı olaraq demək istəyirəm də ki, Alex biz gördüyümüzdə Alex də görmüş olar ki, yəni bu döyüşdə daha çox nəsə eləmək, fərqi yoxdur nəsə, prosta daha çox eləmək lazımdır. Birinci döyüşdə çox belə timid, ürkək, qorxaq deməyə yaraşmaz qardaşımıza. Ürkək bir vəziyyətdə, o da dedilər ki, gah zədəlidir, gah nə bilim, wrestlingdən çəkinirmiş, nə bilim nə. Çox elə wrestling epizodlarda olmadı, bir-iki dənəsini staff elədi, nə bilim nə. Hamısını defend elədi takedownlar. Hamısını defend elədi, amma özü çox zərbə atmadı. Ancaq belə tullana gedirdi, amma atmırdı. O da ki, indi bir səbəbi var imiş də ki, atmamağın. Onlar
orada bir fiziki bir şey də var da. Alex ümumiyyətcə rəqibin üstünə gedən bir İsraillə də deyil. İsrailin də özü counter attack-dir deyə onsa daldala gedir. O back foot, front foot məsələsi var. Alex həmişə rəqibə pressure uygulayan, özü qabağa gedən döyüşçüdür, düzdür. Ankalayevlənsə ilk döyüşdə takedown təhlükəsindən böyük ehtimalla qorxaraq geriyə addımladı. Geriyə addımlamaq da onun döyüş stili deyil axı. Bəli. Və Ankalayev onu əslində striking demək. Düzdür, son 2 raundda biraz da kontrolla məğlub elədi, qəfəsin kənarında kontrolla. Amma strikingdə də yəni Ankalayev daha üstün idi Alexdən. O strikingdə üstünlüyü məncə Alexi geri addımlamağa məcbur eləmək. 1, 2 də ki, əlbəttə takedownda 2 şey var da. Birincisi geri addımlayırsan ki, lazım olsa spiral eləyə biləsən. İkincisi də ki, qardıvı biraz düşürürsən axı ki, hər an aşağı gələ bilər. Orada Ankalayev nə qədər oldu? Məsələn, atdığı sifətinə dəyər, Alexin atdığı dəyər. Çünki Alex normal strikerlə döyüşdüyü kimi döyüşmür də Ankalayevlə. Aşağıdan həmişə nəsə gözləyir deyə, qard aşağıda, o narahatsız. Özü də çox hündürdür deyə, biraz da o da mane olur əslində. İndi yəni o mənada biraz elə bir Alex daha cəsarətli olmalıdır ki, onu da görmüş olar məncə. Ki, biz bu qədər qorxduq bunun takedownundan, qardaş, elə bir şey yox imiş, geri üstünə. Bir də ki, tamaşaçılarımız deyə bilər ki, qardaş, arxaya getdin, qabağa getdin, nə fərq var, yumruq da at da, amma elə deyil. Amma elə deyil, çünki arxaya gedəndə dalaşmaq tamam başqa bir incəsənət növüdür, qabağa gedib dalaşmaq. Misal üçün, sən leg kick atan adamsansa, arxaya gedəndə ara atırsan, yoxdur leg kick. Fiziki olaraq mümkün deyil. Mümkün deyil də, sən artıq hər şey başqa cürdür, pozisiyan başqa cürdür, nə bilim, nə. Elə bunun barədə də danışmışıq səndən dəfələrlə. Tyson Fury ilə Qarabalan adı nə idi? Wilder'ın birinci döyüşündə axırda Tyson deyir ki, mən nokautdan dururum, knockdowndan. Deyir, onda mən realize elədim ki, o axırıncı raundda ki, bu arxaya gedəndə dalaşa bilmir. Sonra ikinci döyüşdə gəldi, Mitilin atdı, üçüncü döyüşdə gəldi. İkisi də özdən nokaut elədi. Yəni stoppage-dən Stoppage-dən və çox easy elədi. Yes. İndi ona görə, düzdür, onu necə əvvəlcədən görməyiblər, o ayrı bir. Oradan məşqçilərə buradan salam göndəririk. Milyonları alın, yeyin. Demək ki, onun başqa döyüşlərində elə epizodlar olmuş. Görədən onu deyim, hamı nokaut bir dənə decision var idi, qalanamsın. Amma yenə də mənə indi burada yekə başlıq kimi çıxmasın. Yəni illərini bu işə qoyan adam ona baxanda demir ki, bəs bu həmişə qabağa gedir, dalaşır. Maybe bu işi ona pressure eləyək. Ağla gəlmir yəni bu. Nə qədər fərqli şey var ki. Teddy Atlas olsa demişdi məsələn. Demişdi 100%. Nəysə, buradan da onun məşq elədiyi zalın adı nə idi? Birinci döyüşdəki məşqçisi bilsən kim idi onun? Ben Davidson, cavan oğlan idi. Sonra dəyişdilər. Keçdilər, nə baxsın qeydə Allah, bir dənə köklü bir nəsil var, atası da bunun məşqçisi olub, özü də qaqaş indi məşqçidir. Onlar dedi ki, bu defensive şeyin başını bıraq, qardaş, biz geyib onu nokaut eləyəsik də, sən öküz boyda adamsan, ifadəmə görə özü istəyirəm. Yəni ki, bunun başını bıraq. Orada demək ki, onu görürmüş, Ben onu görməyib. Ben özü də yaxşı oğlandı, Benə də buradan salamlarımızı göndərik. Ben indi Joshua məşqçisi də yeri gəlmişəm, Ben Davidson. Ağ qaqaşdı görməmsən? Joshua'da nə öyrədəsən? Nəysə, gələk indi, gələk yox, davam eləyək bu barədə ki, indi Alex neynəsin bəs? İndi belə bir sualı biz boksçu dostumuza da vermişdik sinətədə ki, bəs elə bir ki, oturmuşsan onun kornerindəsən, məşqçisən, bu uşaq neynəsin? O suala cavab vermək istəyirəm. Çalışıb cavab vermək istəyirəm. Cavab verməyə çalışmaq istəyirəm. Ki, yəni, əgər bu geri gedəndə dalaşa bilmirsə, demək ki, bunun ən birinci işi bu problemi həll eləməkdir. Bu problemin də həlli necə ola bilər? Öz-özümə düşünürəm, indi ağlıma gəldi, əvvəl fikirləşməmişəm. Demək ki, bu necəsə Ankalayevi counter-attacklərlə cəzalandırmalıdır ki, bu fikirləşsin ki, mən gedəndə təhlükə var. Hal-hazırda təhlükə yoxdur çünki. Gedir, istədiyi vaxtı atır, feint eləyir, ayağa güyə girir, başına vurur. Bu demək ki, yəni yenə də o üstünə gəlməyi yəqin ki çalışacaq da. Ankalayev gördü ki, bu işləyirdi, yenə bunu eləyim də mən. Yox. Ya bunu bir kicklərlə uzaqda saxlasın. Elə döyüşçü də deyil amma Pereira. Yəni ancaq bunu nəsə counter-attacklərlə, misal üçün Girini o birinci döyüşdə nokaut elədiyi epizod var idi. O üstünə gəlir, orada tak sağ-sol eləyir, otuzdurur yerə. Sonra belə dirsəyini qoyur, nokaut eləyir.
Nakatı TKO eləyir. Hə, onun birinci o problemi həll eləməyə necəsə çalışmalıdır. Bilmirəm də necəsini məşqçisi bilsin də, yəni. Maybe Teşərə bilsin. Addımlaya bilər məsələn, sağa-sola. Sağa-sola addımlaya bilər. Ya hukları yaxşı, belə o check hook deyirlər, üstünə gələndə atırsan. Ya bir arada bir uppercut ata bilər ki, bu feint eləyəndə də qoy yesin, ya nəsə də bir şey. O problemi solv eləyəndən sonra elə ki gəldin, sən bunun üstünə getməyə başlayırsan, artıq oldun Alex. Çünki sənin bütün game planın ondan ibarətdir ki, mən necə eləyim ki, bu mənim üstümə gəlməsin. Əgər yox, gedibsən bu 1 ayda, 1 ildə, 3 ayda hər nə qədər vaxt keçibsə üstündən, arxaya gedə-gedə dalaşmağa öyrənmisənsə ki, ona inanmıram mən açıqda ki, o elə bir şey yoxdur da, sən onu var yəni sən onu gedib 3 ay, 5 ay öyrənəcəyin bir şey deyil, sənin stilin deyil də bu. Yox? Yes. Ona görə, yəni bütün bu training kampın əsas fokusu məncə ondan ibarət olub ki, qardaş, bir dənə bunu dayandıraq, biz bu üstümüzə gəlməsin. Sonra özümüz işləyərik yavaş-yavaş. Belə, onu da indi bacarsa, açığı strikingdə Ankalaev yaxşı olsa da, wrestlingləri də əgər defend eləyə bilirsə, Poatanın şansı var. Yoxsa heç nə, yenə eyni şey olacaq. O qədər hamısı sözdə qalacaq ki, bəs mən belə vurardım. Yes. Hə, ona görə belə, mən belə fikirləşirəm. Yəni bu conditional qəbul verirlər universitetdən ki, bu şərtlərin Poatanın qalibiyyəti də biraz bu şərtlərdən asılıdır ki, bunu implement eləyə bilsə, mənə görə də indi bəlkə daha yaxşı şeylər var, təbii ki, daha yaxşı şeylər var. Onda nəsə şans vermək olar. Mən açıq elə gəlir ki, bu Poatan onu məsələn sən dedin fikirləşdim ki, bu necəsə qabağa addımlaya bilməlidir də Poatan. Onun üçün də birincisi yəni ki, belə bir şey olmur da ki, yəni qabağa addımlaya bilməliyəm, hə, başlayan kimi gedim qabağa. Çünki qabağa niyə addımlaya bilmir ki? Qabağa addımlamanda riski var axı. Takedowndan qorxur deyə addımlayanmır da. Ona görə sən demiş şeyə qorxuzmalıdır ki, qabağa gəlməməyini təmin eləməlidir Ankalaevin. Özün qabağa getməyi ilə düzəlmir. Yəni burada seçimlər nələrdir? Özün qabağa get. Özün getsən, bu sənə takedown eləyir, bunu qoyduq qırağa. İkinci seçim, bunu counter attacklərlə yaxala, onu danışdın. Üçüncü seçim, onu deyəndə mənim ağlıma gələn elə o idi ki, sağa-sola addımlamaqdan. Yəni gələndə onun tez qırağına keç, tez qırağa, side steplər, paslayan side steplər. Amma orada belə bir şey var. Ankalaev özü onsuz da həmin divisionda ən yaxşı side stepləri edənlərdən biri kimi bilinir. Ankalaev bir də mənə şəxsən elə gəlir ki, Pereira'dan çox sürətlidir. Əlləri daha sürətlidir Pereira'dan onsuz da. Yəni elə bir sırf taktiki cəhətdən, texniki cəhətdən Pereira'nın elə bir üstünlüyü yoxdur, yəni Ankalaevdən hər şeyi qarışdıranda. Ona görə bu da bir məntiqli bir şey kimi gəlmir. Məncə, yəni Pereira orada ancaq biraz riski alıb o birinci seçimi eləməlidir. Sən dediyin də mənə biraz çətin gəlir ki, həmişə counterlarla cəzalandırmaq falan. Yəni onu eləyə bilsə yenə eləyərdi onu birinci döyüşsə də. Məncə biraz artıq başa düşməlidir ki, Pereira okeydə, yəni mənim bu stil qardaş işləmir buna qarşı. Bir dənə də normal öz stilimi işlətməkdə də narahatçılığım, qorxu idi ki, bu mənə takedown eləyər. Uca itirəcək heç nə yoxdur, kəmər də əlində deyil. İşin başını buraxıb, başlayandan bəri elə aqressiv şəkildə Ankalaevin üstünə getməlidir. Orada ki, takedown eləyər, Allah, yəni ki, olar da. Elə çox asanlıqla da elə bir epizod yarana bilər açıq. Elə birinci raundda takedown eləyər, hər raundun əvvəlində takedown eləyər, yorular yenə iştalar yenər. Yəni o da çox asanlıqla ola bilər. 100%. Yəni ən yaxşı approach yenə də əslində keçən dəfə elədiyi, çünki keçən dəfə elədiklərin içində də yaxşı şeylər var idi da, düzdürmü? Defensive baxımından it was okay. Onları implement eləməlidir, biraz da aggression əlavə eləməlidir ki, şansı olsun. Çox aqressiv gəlməyi də işləyir də, çünki tutub atacaq yerə, özü quru-quru başlayan kimi. Yes. Yəni özdə ona da məsələn yaxşı dedin ki, məsələn ilk 2 raund yerdə saxladısa səni, 3-cü raundda onsuz da heç strike də eləyənmirsən yəni. Və yerə saxlasa onsuz da yerdən dura bilmir Alex. Yerdə saxlamaq ona görə. Yəni çox yorulacaq, TKO-za da olacaq yerdə. Yəni mənə açığı biraz o cür gəlir ki, yəni elə bir mənə elə gəlir ki, Pereira biraz aqressiv olmağa çalışacaq. Onun da o indi əgən də iki tipli sonucu ola bilər də, onun aqressiv olduğu üçün mükafatını ala bilər və yaxud da ki, aqressiv olduğu üçün takedown edilib sonunda mənə biraz submit olunar kimi gəlir çox. Rounddan, pounddan çox. Yəni belə 2-3-cü raund, yəni Pereira ilə aqressiv olanda
İkinci, üçüncü round bir dənə submission gedər. Elə prosto da belə. Bəli, bəli. Mən belə bir şey demək istəyirəm. Məncə əvvəlini yenə konservativ başlayacaq. Düz istəyirəm Pereira. 1-2 raund elə ki 3-ə qədər salamat qalsalar, axırda artıq all in. İndi poker, qumar oynayan inşallah tamaşaçılarımız yoxdur. Amma bir yerdən sonra, çünki əvvəldə takedown olsa vəziyyət, yəni keçən dəfəkindən də biabırçı olasıdır da böyük ehtimal. Yox? Definitely, yes. 3 raund, birinci 2-3 raundu konservativ biraz nələrsə eləməyə çalışsın. Əgər davam edib submit olmasa, knockout olmasa, nə bilim nə, knockout da ola bilər, çox rahat. Olur da az qalan. Yeri gəlmişəm. Ki məncə bu dəfə əllərinə daha çox güvənəcək indi Qaqaş. Yes, definitely. Ankalayev ki, bunu mən istəyəndə vururam da yəni. O da onu gördü elə. Pereira onu gördü ki, bunun güləşindən o qədər qorxmamalıyam. Ankalayev gördü ki, bu mən strike, yəni biraz o. Belə. Gərək final prediction-a məncə bəs eləyir artıq. 1 saat da keçmişik, düzdür. Their time flies when you have fun, when you're having fun. Final prediction, ürəyim Ankalayev, beynim Ankalayev deyir, ürəyim Pereira. Yes. Ürəyim Pereira, ürəyimə qulaq asacağam. Mən biraz emosional adamam. Pereira deyirəm. Pereira bizi sevindirəcək kimi gəlir mənə. Knockoutla inşallah. Knockoutla inşallah, bəli. Mən də ikinci round knockoutla. Guri. Mən də dedim əslində bayaq Ankalayev 3-cü round submissionda. Submission deyirsən, hə. Qəribə olsun da qoy. Heç decision fikirləşmir. Yox, nə decision? Yox, decision yaraşmaz. Məncə elə Ankalayev özü də dedi ki, məncə yox da, Ankalayev özü intervyularda dedi ki, bizi çox qınadılar keçən dəfəki döyüşə görə. Bu dəfə deyir inşallah daha çox elə onu deməyi də onun nə qədər bu geyimi başa düşmədiyini göstərir, yeri gəlmiş, sosial tərəfini başa düşmədiyini ki, sən tamaşaçı demək sənə söyəndə sən özündən gedirsən, sevinəndə özündən gedirsən. Tamaşaçı desin də denən ki, udum, ləzzət tutdum, xoşuma gəlmir, bir də bax. Yes, biraz hill deyirlər ki, ya biraz şeydə o var ha. Bir də mən fikirləşirəm burada o deyirlər ki, Teddy Atlasa buradan salamlarımızı göndəririk. Teddy Atlas həmişə deyir ki, bu oyunun deyir 80% is mental. Bu oyun deyəndə boxing ilə danışır. Amma yəni fighting I think is also same. Təbii ki, skilllər və s. ayrı məsələ, amma burada mənə elə gəlir ki, Ankalayev biraz ürkək adamdır. Onun insanlar tərəfindən o qədər respekt olunmamağının da səbəbi onun o yaxşı döyüşçü ola bilər, amma insana o vuruşkan oğlan vibe-ını vermir. Onunla razısan, bilmirəm. Mən misal üçün həmişə bir utancaq, çəkingəy, bir qorxaq demək istəmirəm. Çünki bacarığı var, təbii ki, qorxaq döyüşə çıxır, qorxaqlığı da yoxdur. Amma o vibe-ında elə bir şey var. Misal üçün mənə elə gəlir ki, əgər elə bir epizod yaransa ki, o bunu necəsə dominate eləyir, hansısa şeylərdə, yəni o dediyim Pereira onu nədəsə dominate eləyir, onun orada break olmağı mənə çox şübhəli gəlməz. Çox elə demək istəyirəm. Yox, ona razı deyirəm. Mən elə bildim vibe, yəni görüntü falan o nəzərdə tutursan. Məncə Ankalayev işində, yüzündə qalstıqlı kostyum şalvarlı adamdır. Yəni ki, o şeydədir ki, bu döyüşdür, bunu belə eləyirlər. Yəni vuruşqan olmamağının biraz GSP-nin də stilində o var ki, gəldiyim birinci rounduna iş kimi baxır da, yəni bu belə, bu belə. GSP də elədir amma. Hə də, yəni break olunmur amma o. Eləyiblər. Onu yazmaq istəyirəm. Ara break elədilər. Yəni skillful adamlar break. Niyə ki submit olmuyub GSP? Oldu, yəni break də öldü, amma sonra 2 dənə məğlubiyyəti var, ikisində gəldi ki, elədi də. Revenge elədi, getdi. Yəni GSP. Yes. Yox, söhbət biri var ki, sənin dominate elədiyin döyüşdən söhbət gedir. Bir də var ki, o moment gəlir ha ki, sən give up da eləyə bilərsən, eləməyə də bilərsən. Onu demək istəyirəm. Məncə o GSP-nin submit olduğu moment də çox belə give up. Yox, GSP-nin bir söz demirəm. GSP-nin çox döyüşlərinə baxmamışam sözləsin. Yəni ki, onun da 2 dənə luzu var, biri elə tikey odur, o biri də yəni arınbar, düzdür, belə 1 saniyə dözsə falan, o prosto saatı bilmirsən də o döyüş vaxtı.
round qurtarırsa, amma armbar çox ağırdır. Armbarın məsələn çox adam elə bilir bu joint-ə görədir. O elə bil joint-i tutur, həm də belə qolu belə dartır. Yaxşı şey olmaz. Belə çox pisdir. Dostlarımıza uğurlar arzulayırıq. İnşallah ikisi də evinə sağ-salamat dönsün. Ən birinci heç biri ciddi zədə almasın ki, biz də bunların yenidən oktagonda görə bilək. Bu qədər. Məncə 320 qədər kifayət qədər danışdıq. 320 üçün kifayət qədər danışdıq. Nə qədər oldu? 1 saat neçə dəqiqə? 1 saat 6 dəqiqə 14 saniyə. Bəs də nə qədər istəyirlər? Bəli. Yəni bu ödənişi ancaq bu qədər. Exactly. Oldu. Comment, İnşallah comment, share, like, subscribe. Bəli. Hamısı unutmayın. UFC 321-də inşallah yenə görüşəcəyik. Yes. Növbəti verilişimizə deməli ən maraqlı kommenti, ən çox like alan kommenti yazan tamaşaçımıza növbəti verilişdə salamlarımızı çatdırırıq. Bəli, canlı. Canlı. Oldu, salamat qalın. İnşallah döyüşdən zövq alarıq. Sabah Bakı vaxtı ilə təxminən saat 8-dən etibarən həmin döyüş 7-8 hələ. Belə amma yəni saat 5-də falan main event başlayır. 6 deyək, 5 deyək. Main event. Hə, yəni qaçırmayın. $70 ödəmək istəmirsinizsə Google-da biraz axtarış eləyin. Və yaxud da bizim TikTok səhifəmizə. Orada paylaşmırıq amma. Bu qədər. Sağ olun, salamat qalın. Sağ olun.